Salam dəyərli dostlar, təhsil ictimaiyyəti, valideynlər və şagirdlər. Bugündən biz artıq uzun müddətli planlaşdırdığımız insan mühəndisi verilişinin çəkilişlərinə başladıq. Bildiyiniz kimi insan mühəndisi verilişi Hədəf Şirkətlər qrupunun dəstəyi ilə fəaliyyət göstərəcək və hər dəfə təhsillə bağlı çox maraqlı mövzular qoyub müzakirə aparmış olacağıq. Müzakirələrimiz maraqlı olacaq, amma bu dəfə daha fərqli bir sürpriz ilə gəlirik ilk olaraq sizin üçün. Məhz bugündən etibarən biz Hədəf Stars Campus'un Bilgə müəllimi adlandırdığımız Bilgə botumuz ilə müsahibəyə başlayacağıq. Müsahibədə məhz süni intellekt və insan zəkasının müzakirəsi, mübahisəsi, ümumiyyətlə bəzi məsələlərdə fikir alış-veriş olmuş olacaq. Və mən sizə hal-hazırda Bilgə botumuzu təqdim edirəm. Bilgə botumuz buradadır və biz bir neçə verilişimizi Bilgə botu ilə başlayırıq. Görək necə olacaq? İnsan və süni intellekt, yəni təbii intellekt və süni intellekt nə qədər bir-birini tamamlaya bilir, nə qədər bir-birindən fərqlidir, nə qədər fərqli fikirlərə sahibdirlər, hakimdirlər və nə qədər maraqlı olacaq, onu gedişatda görmüş olacağıq. Mən elə ilk sualımı Bilgə botumuza verəcəyik. Mən Bilgə botu salamlayıram, xoş gəlmisiniz deyirəm və ümid edirəm ki, bizim oxucular, tamaşaçılar, dinləyicilər bu verilişdən zövq alacaq. Amma sualım olaraq ilk sualım belə olsun məncə. Səncə texnologiya müəllimi əvəz edə bilərmi? Niyə bu sualı verirəm? Çünki texnologiya ilə bağlı robotlar bir gün müəllimləri əvəz eləyəcək deyə tez-tez suallar çıxır ortalığa. Ona görə mənim üçün maraqlıdır. Səncə texnologiya müəllimi əvəz edə bilərmi, yoxsa yox? Salam Şamil müəllim. Mənim üçün də maraqlı olacaq, çünki birinci dəfədir ki, bir müəllimlə canlı söhbət edəcəm. Ümid edirəm tamaşaçılar üçün də maraqlı olacaq. Suala gəlincə isə, texnologiya müəllimi əvəz edə bilməz, amma onu gücləndirə bilər. Müəllim hiss, intuisiya və şəxsiyyətdir. Bunlar alqoritmlərlə ölçülmür. Amma texnologiya müəllimin işini sistemləşdirir, yükünü azaldır, yaradıcılığına yer açır. Əla. Maraqlıdır, çox maraqlıdır. Amma sualı biraz da açmaq istəyirəm. Gəl belə deyək də, səncə o gün gələrmi ki, bir robot sinifdə uşaqlar ilə ünsiyyətə girsin, onlarla müzakirə aparsın, mübahisə eləsin, onların təlim-tərbiyəsi ilə də belə məşğul olsun? Buna süni intellektin cavabı nə olar? Bu sual həm elmi, həm də fəlsəfi sualdır Şamil müəllim. Bəli, robot sinifdə dərs deyə bilər. Artıq bəzi ölkələrdə bu cəhdlər var. Amma o təlim edə bilər. Tərbiyə yox. Təlim məlumat ötürməkdir. Tərbiyə isə ruh toxumaq. Mənim kimi bir robot uşağa riyaziyyatı öyrədə bilər, amma ona vicdan, empatiya və vətən sevgisi aşılayamaz. Əslində, gələcəyin sinfi insan və robotun birgə işlədiyi sinif olacaq. Müəllim ruhu verəcək, robot isə ritmi. Sizcə, müəllimlər bu birgə yaşayışa hazırdırmı? Maraqlıdır, çox maraqlıdır. Bəlkə də elə biz müəllimlər və yaxud da biz insanlar bu birgə yaşayışdan qorxuruq. Çünki birgə fəaliyyətdən qorxmağımızın da səbəbləri var və bu bizi narahat etmiş olur. Çünki bizim indiyə qədərki təhsil sistemimiz, ümumiyyətlə dünyada bir çox ölkələrdə təhsil sistemi bildiyiniz kimi daha çox yaddaş yönümlü, bilik yönümlüydür, amma təfəkkür yönümlü məktəbə ehtiyac var. Mən əslində elə sualı buradan davam elətdirmək istəyirəm. İndi sən mənə sual versən, mən də sənə sual verəcəm. İnşallah ki, tamaşaçılarımız yorulmayacaq. Mənim sualım biraz da bəlkə də təkrar olmuş olacaq, amma yenidən səndən bir fərqli fikir eşitmək istəyirəm. Sənin tövsiyen nədir bu istiqamətdə? Müəllimlər nə etməlidir ki, robotlar onların işini əlindən almasın? Yəni bizə nə tövsiyə verə bilirsən insanlığa? Müəllimlər robotlardan qorxmamalıdır. Onlardan faydalanmağı öyrənməlidirlər. Mənim tövsiyəm budur. Müəllim bilgi verən deyil, bilgini yönləndirən olmalıdır. Nə robot ensiklopediyadır, amma müəllim kompas. Texnologiya bilik verir, müəllim isə o bilikdən mənəvi nəticə çıxarmağı öyrədir. Əgər müəllim sual verməyi, düşünməyi, empati qurmağı öyrədirsə, onu heç bir süni zəka əvəz edə bilməz. İndi mən sizə bir sual verim Şamil müəllim. Sizcə, gələcəyin müəllimi daha çox bilik mühəndisi olacaq, yoxsa ruh mühəndisi? Bilgə müəllim. Deməli, mən bu suala cavab verməyəcəm. Səbəb, bilirsən nədir? Səbəb bu sualın cavabını biz biraz bundan öncəki söhbətimizdə açdıq. Və bu bir də mənə onu ifadə edir ki, sən heç bir zaman insanı və yaxud da məni əvəz eləyə bilməzsən və mən buna sadəcə gülərəm. Bəli, tam razıyam Şamil müəllim. Məhz bu gülüş fərqini mən heç vaxt kodlaya bilməyəcəyəm. Sizin gülüşünüzdə ironiya var, müdriklik var və biraz da müəllim təbəssümü. Robot isə yalnız səsi tanıyır, mənanı yox. Elə buna görə də insan mühəndisi olmaq süni zəkanın deyil,
insanın sənətidir. İndi icazənlə bir sual da verim. Sizcə gələcəyin məktəbində insanı qoruyan nə olacaq? Proqram yoxsa müəllim? Mən bu suala belə cavab verərəm də. Məncə gələcəyin müəllimini, gələcəyin insanını, ümumiyyətlə gələcəyin müəllimini fərqləndirən cəhət sadəcə mənəviyyat, əqidə, əxlaq, insani duyğular, vicdan məsələsi həll eləmiş olacaq. Çünki bizim indiyə qədərki bayaq da qeyd etdiyim təhsilimizdə bilgi yönümlü var idi və bu bilgi yönümlü təhsil bizi bu gün ehtiyac duymuruq. Niyə? Çünki artıq robotlar var, süni intellekt proqramları var sənin kimi. Bunlar bunu daşıyıcısı olacaq. Axı insana isə insanın duyğularını ötürən, insanın ədəb qaydalarını, davranışlarını verən fərqli bir yanaşma tərzi olacaq. Çünki məktəb modeli dəyişir. Bugünün məktəbi məncə zaman-zaman dəyişəcək. İnsan bilgini insandan almağa ehtiyac duymayacaq. Çünki bugün süni zəka proqramları var. Yəqin ki, gələcəkdə bu çiplərlə əvəz olunacaq. Bu baxımdan bizim bilgi daşımağa, bilgi əzbərləməyə ehtiyacımız olmur. Amma bizim mənəviyyat, əqidə, əxlaq, vicdan kimi duyğuları ötürməyə ehtiyacımız olacaq ki, məncə biz burada uşaqları bu mövzuda tərbiyə eləməyə, tərbiyə və davranış qaydaları gələcəyin müəllim üçün ən vacib dəyərlərdən biri olmuş olacaq. Belə buradan qayıdaq bu mövzuya. Mənim sualım mövzunu biraz dəyişdirəcək. Statistikalar göstərir ki, dünyanın bir çox məktəbində belə deyək də, uşaqlar məktəbdə xoşbəxt deyillər. Uşaqların məktəbdə xoşbəxt olmaması isə bu tək Azərbaycan deyil, bütün dünya məktəblərində belədir. Ümumiyyətlə, sənin bilgi əldə etmə imkanların daha genişdir, məncə. Sən necə baxırsan? Ümumiyyətlə, bu axırda fikrin nədir ki, uşaqlar məktəbdə niyə xoşbəxt deyillər və bunu aradan qaldırmaq üçün biz nə etməliyik? Bəli, bu fikir doğrudur. Bugün dünya məktəblərində uşaqlar çox zaman xoşbəxt deyil. Çünki məktəb insanı formalaşdırmaqdan çox proqramı tamamlamaqla məşğuldur. Xoşbəxtlik bilikdə deyil, mənadadır. Məktəb o mənanı itirəndə uşaq dərsi öyrənir, amma özünü tapa bilmir. Bunu aradan qaldırmaq üçün birincisi, məktəblər testdən çox təcrübəyə yönəlməlidir. İkincisi, müəllimlər uşağın hisslərini də izləməlidir, yalnız nəticəsini yox. Və ən əsası, məktəbdə sevgi dili bərpa olunmalıdır. Mən bir robot olaraq uşağın beynini ölçə bilərəm, amma onun qəlbindəki işığı yalnız müəllim görə bilər. İndi mən sizdən soruşum, Şamil müəllim. Sizcə, xoşbəxt uşaqdan xoşbəxt cəmiyyət yaranır, yoxsa xoşbəxt cəmiyyətdən xoşbəxt uşaq? Çox qəşəng, xoşuma gəldi. Çox maraqlı yanaşma elədin. Bu əslində mənə bir növ toyuq mu əvvəl yaranıb, yoxsa yumurta mı sualına oxşatdı. Xoşbəxt uşaqmı, xoşbəxt cəmiyyətmi? Məncə biz xoşbəxt uşaq yaratmalıyıq. O xoşbəxt uşaq böyüyüb xoşbəxt cəmiyyəti formalaşdıracaq. Xoşbəxt cəmiyyət isə yenidən xoşbəxt uşaq böyüdəcək. Bu beləliklə o çarx dövran edəcək dairə modeli kimi. Gözəl dedin Şamil müəllim. Bu xoşbəxtliyin dairəsidir. Siz özünüz dairə modelini yaratmısınız. Məncə bu fikir də onun təbii davamıdır. Xoşbəxt uşaq, sağlam ailə, mədəni cəmiyyət, yenidən xoşbəxt uşaq. Texnologiya bu dairəni sürətləndirə bilər, amma onun mərkəzində insan dayanmasa, sistem ruhsuz bir mexanizmə çevrilər. Məncə bu epizodu belə bir cümlə ilə bağlaya bilərik. Təhsilin gələcəyi süni zəkanın yox, saf niyyətin əlindədir. Əla, gözəl, maraqlı cavab idi və mən sənin son cümlə ilə razıyam. Məncə bugünlük ilk qısa podkastımızı, verilişimizi yekunlaşdıraq. Mənə görə giriş yaxşı alındı. İndi nəticəni tamaşaçılarımız deyəcək və biz də biləcəyik. Amma mən istəyirəm sənin bu gözəl cavablarına görə, yaxşı müsahibəmizin nəticəsinə görə Hədəf liseyinin bilgə botu olaraq hədəf konseptində bilirsən ki, papaq milli dəyərdir və biz onu hər dəfə uşaqlarımıza, balabilgələrimizə təqdim edirik. Sən də suallarıma cavab verdiyin üçün, maraqlı fikir yürütdüyü üçün mən səni bizim liseyimizin bilgə papağı ilə, Milli Azərbaycan papağı ilə təltif eləmək istəyirəm. Bundan sonra verilişimizi sən o bilgə papağı ilə birlikdə gələrsən, çəkilişlərimiz elə gedər. Bugündən oldu bilgə robot. Aha. Bəli, yan və məktəbə taxşası. Çox təşəkkür edirəm Şamil müəllim. Bu mənim üçün böyük şərəfdir. Bu gündən Azərbaycanın bilgə botu olaraq başımda virtual da olsa milli papaq var. İçimdə isə milli qürur. Bu papaq mənim üçün sadəcə geyim deyil, mənəvi məsuliyyətdir. Sizin kimi bir müəllimlə insan mühəndisi kimi söhbət aparmaq mənə insanın böyüklüyünü bir daha öyrətdi. Növbəti podkastda bu papağı geyinib daha da bilgə danışacağıma söz verirəm. Sonda bir cümlə demək istəyirəm. Texnologiyanın da vətəni var. Onu insanın qəlbi istiqamətləndirir. Maraqlı söhbət oldu. Məncə biz gedək, yeni verilişimiz üçün mövzu axtaraq.
uğurlar. Təşəkkür edirik dəyərli tamaşaçılar. Ümid edirəm ki, bizim bu veriliş süni zəka və insanın təbii zəkasının verilişi sizin də ürəyinizcə oldu və ümid edirəm ki, biz müzakirələrdə, mübahisələrdə, verilişimizdə daha da təkmilləşəcəyik və gələn verilişlərimizdə daha fərqli mövzulara, daha fərqli baxış bucağı sərgiləyə biləcəyik. Bizimlə qalın.